İranın Hörmüz boğazına bağlama ehtimalı və ABŞ-nin dəniz əməliyyatları ilə bağlı açıqlamaları su yolları təhlükəsizliyini yenidən gündəmə gətirib. Oman körfəzində ticarət gəmisinə hücumla bağlı qarşılıqlı ittihamlarsa tərəflər arasında etimadsızlığı artırır. Rəsmi bəyanatlarda hərbi eskalasiya ehtimalı istisna olunmur. Eyni zamanda diplomatik danışıqların taleyi də qeyri-müəyyəndir. Odur ki, Hörmüz və ətraf su yollarının statusu həm enerji axınları, həm də qlobal iqtisadi sabitlik üçün həlledici faktor olaraq qalır. Yaxın Şərqdə hərbi gərginlik səngisə də Hörmüz boğazındakı geosiyasi risklər qlobal enerji bazarlarında dalğalanmaları artırmağa davam edir. Tehranın boğazı bağlaması və Amerika Birləşmiş Ştatlarının dəniz blokadası danışıqlar prosesini qeyri-müəyyənliyə doğru itələyir. İran tərəfi Oman körfəzində öz ticarət donanmasına edilən hücumu mövcud razılaşmaların pozulması və iqtisadi təhlükəsizliyə təhdid kimi qiymətləndirir. Hazırki mənzərə hərbi əməliyyatların yenidən alovlanması ehtimalını gündəmə gətirir. Oman dənizi sularında İran ticarət gəmisinə qarşı Amerika Birləşmiş Ştatların terrorçu komandasının açıq təcavüzündən sonra İran silahlı qüvvələri qəti qarşı durmaya hazır idi. Ekipaj üzvlərinin, bəzi ailə üzvlərinin gəmidə olması və onların həyatını və təhlükəsizliyini qorumaq zərurəti bizi müəyyən məhdudiyyətlərlə üzləşdirdi. Silahlı qüvvələr mövcud vəziyyəti nəzərə alaraq və Amerika Birləşmiş Ştatları tərəfindən hədəfə alınan gəminin ekipaj üzvləri və onların ailələrinin həyatının təhlükəsizliyini təmin etdikdən sonra Amerika Birləşmiş Ştatları terrorçu ordusuna qarşı zəruri addımlar atacaq. Tərəflər arasında silahlı toqquşma riskinin artması, enerji nəqli üçün həyata əhəmiyyət daşıyan su yollarının tamamilə iflic olması deməkdir. Yəni, onsuz da təzyiq altında olan dünya iqtisadiyyatı daha kritik mərhələyə qədəm qoya bilər. Hürmüz Boğazı'nda şu anda tabii dünya ticaretinin özellikle petrol ve LNG tarafında %20'sini, yine Süveyş kanalı da Bab-ül Mandeb Boğazı'na da %12'lik bir kısmını idame ettirdiğini söyleyebiliriz. Burada İran tarafının açıklamaları var. Yani Hürmüz Boğazı'ndansa bir sonraki hamlede Bab-ül Mandeb Boğazı'na kapatılacağı, yani %30 ila %35 petrol ve doğalgazın buralardan geçememesi gerçekten dünyayı ekonomik olarak bir felakete sürükleyecektir. Lakin iqtisadi fəlakət ssenariləri ilə yanaşı baş verənlərin siyasi pərdə arxası da kifayət qədər mürəkkəbdir. Bir çox analitiklər hesab edir ki, bu kəskin gərginlik həm də diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi güzəştə məcbur etmək üçün hesablanmış strateji gedişdir. Ola bilsin ki, bu danışıqlar öncəsi tərəflərin bir-birinin mövqeyinə təzyiq göstərmək üçün atdığı addımlardır. Çünki mahiyyət etibarilə müharibədən sonra baş verən proseslərdə, yəni danışıqlar masasında tərəflər daha çox üstünlük əldə etmək üçün bir qayda olaraq bu qəbildən olan davranışlar sərgiləyirlər. Yəni birbaşa indiki situasiya ilə bağlı olmasa da və əslində yaranmış vəziyyət onu sübuta yetirir ki, artıq dünya birliyi və eyni zamanda dünyanın hegemon dövlətləri belə bu prosesdən narazıdırlar və qənaətimə görə bu prosesin içərisində ən önəmli məqamlardan biri Çin Xalq Respublikasının liderinin Hörmüz boğazı ilə bağlı səsləndirdiyi fikirlərdir. Ekspertlər hesab edirlər ki, Çinin bu mövqeyi İranın da yanaşmasına təsir göstərə bilər. O ki, qaldı strateji keçidin tamamilə açılmasına, bu yalnız Pakistandakı danışıqlar masasında əldə olunacaq diplomatik razılaşmadan və tərəflərin qarşılıqlı təzyiq metodlarından geri çəkilməsindən sonra mümkün ola bilər. Regionun hərbi qarşıdurmanı yoxsa uzlaşmanı seçəcəyi onsuz da kövrək olan qlobal bazarların gələcək mənzərəsini müəyyən edəcək.